Körlük hər mənada ola bilər, qardaşlarım. Dünyavi cəhətdən, əqidədə, mənhəcdə, yolda, dində. Onun üçün verilmiş olan bütün neymətlərə Allaha həmd eləmək lazımdır. İslam neymətinə görə. Allah Azze ve Celle'nin şəriəti üzərində olmaq, səhih əqidədə olmaq, kitab və sünnə üzərində olmaq, sələfin əqidə mənhəci üzərində olmaq, doğru yolu üzərində olmaq. Aydındır? Hər biri Allahın bizə vermiş olduğudur. Çünki eynisi bizdən alınmışdı. Ata-babalarımızın dönəmində. Allah yoxdur deyənlərin zamanında. Ateizmi yayanların. Allah Azze ve Celle bizə rəhməti olaraq neymətlərini verdi. Qaytardı bizə. Və bu gün qardaşlarım, müsəlman olan biri əlində olan bu qədər neymətləri görmür. Xırda onda olmayan neymətlərə görə bəzisi nümayişə çıxır. Bəzisi etiraza çıxır. Aydındır? Və neymətlərə şükürləmir. Bilmir ki, vallahi bütün hər şeyi idarə edən Allahdır. Hər şey Allahın əlindədir. Qiymətlər də Allahın əlindədir. Enib qalxması da Allahın əlindədir. Neymətlərin artması da, yağışların yağması da, bitkilərin bitməsi də hamısı Allahın əlindədir. Hə, sənin naşükürlüyünlə yağışlar kəsər, yağmaz, otlar bitməz. Əgər heyvanlar olmasaydı, sən naşükürlüyünlə neymətlər alınacaq, qiymətlər qalxacaq. Qiymətlərin qalxması və artması, çoxalması adamlara bağlı olan bir şey də öyle. Qiyməti qaldıran da, salan da Allahdır. Vəssalam. Nə üçündür, qardaşlar? Sənin şükür etməmə səbəbin. Əlində olan neymətlərə şükür eləməmsən, İslama şükür eləməmsən. Aydındır? Xırda keçici zövqlərin internetdə, Facebookda, hansı şəbəkədə olursa olsun adam yazır, doldurur. Naşükürlük. Bir dəfə şükür eləməyib, həmd eləməyib. İslamı yaşaya bilməklə, səhih əqidə ilə gəzə bilməklə, tövhid bayrağını qaldıra bilməklə, insanlara tövhidi çatdıra bilməklə, döyülmədən, söyülmədən, öldürülmədən, doğranmadan, əvvəlkilərin başına gələnlər başına gəlmədən və həmçinin Allah Azze ve Celle'nin sənin demiş olduğun tövhid neymətini qəbul edən bir toplum